Salam dostlar, belə bir üslü tənlik sualına baxaq. Deməli verilib kök altda 5 üstəgəl 2 üstündə 3x minus 19 üstəgəl 1 bölünsün kökdə 5 çıxılsın 2 üstündə 3x minus 19 bərabərdir 18 plus 8 kökdə 5 tənliyini həll edin. Əvvəlcə 1 bölünsün kök altda 5 çıxılsın 2 ifadəsində bir qədər sadələşdirək, yəni məxrəci irrasionaldan azad edək. Sürətlə məxrəcin qoşmasına vursaq, yəni kökdə 5 plus 2-yə vursaq, məxrəcdə alarıq, kökdə 5 çıx 2 vurulsun, kökdə 5 plus 2. Buradan alırıq ki, sürətdə alırıq kökdə 5 plus 2, məxrəcdə alırıq kökdə 5-in kvadratı çıxılsın 2-nin kvadratı. Bu da bərabər edər. Məxrəcdə kökdə 5-in kvadratı 5 edir. 2-in kvadratı 4 edir. Çıxanda məxrəcdə 1 qalar. Sürətdə isə kökdə 5 üstəgəl 2 qalar. Bu da bərabər olar. Kökdə 5 üstəgəl 2-yə. Deməli, onda bizim ikinci ifadəmiz elə birinci ifadəyə bərabərdir. Çünki 1 bölünsün kökdə 5 çıxılsın 2 bərabərdir kökdə 5 plus 2. Onda alarıq ki, 2 vurulsun kök altda 5 üstəgəl 2-nin qüvvətində 3x minus 19 bərabərdir. 18 plus 8 kökdə 2-ni belə yazmaq olar. 18 2-ni çıxarsaq mötərəzə xaricinə qalır 9 üstəgəl 4 kökdə 5. 2 vurulsun. 9 plus 4 kökdə 5 isə kökdə 5 üstəgəl 5 üstəgəl 2-nin kvadratıdır. Buradan 2-lər gedər. Əsaslar eynidir. Qüvvətləri bir-birinə bərabərləşdirsək, alarıq ki, 3x minus 19 bərabərdir 2-yə, 3x bərabərdir 21, x bərabərdir 7 olacaq.